Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bu gün sizlər üçün mövsümün ən gözəl, ən dadlı yeməklərindən olan şüyüdlü döşəməli plov reseptini paylaşacağım. Düyünü əvvəlcədən yaxşıca yuyub duzlu suda islağa qoyuram. Qazanın içərisinə tikə doğranmış qoyun ətini tökürəm. Zövqə görə dana ətindən də istifadə edə bilərsiniz. Üzərini örtəcək qədər su əlavə edib qazanı ocağın üzərinə qaynamağa qoyuram. Ət qaynayana qədər isə zəfəranı dəmləyirəm. Stəkanın içərisinə biraz zəfəran tökürəm. Zəfəranın rəngi yaxşı çıxsın deyə üzərinə bir cimdik duz, biraz şəkər tozu, eləcə də qaynar su töküb qarışdırıram. Üzərini örtüb isti yerdə dəm almağa qoyuram. Ət qaynağa düşəndən sonra ətin suyunu atıram. Siz istəsəz kəfini yığa bilərsiniz. Üzərinə yenidən su əlavə edirəm. Su qaynamağa başlayanda bir ədəd soğanı tən yarıya bölüb qazanın içərisinə tökürəm. Zövqə görə biraz duz əlavə edib qazanın qapağını örtüb bişməyə qoyuram. Şüyüdlərin saplaq hissəsini təmizləyib yaxşıca yuyuram. Saplaqların qalın olan hissələrini isə 5-6 ədəd götürüb sapla bağlayıram. Daha sonra isə şüyüdləri orta qaydada doğrayıram. Şüyüdlü plovun şüyüdlərini çox da xırda doğramağa ehtiyac yoxdur. Baxın, gördüyünüz bu qaydada doğranılır. Ət bişəndən sonra götürdüyüm şüyüd saplaqlarını ət qazanının içərisinə əlavə edirəm. Şüyüdün ətri çıxır, ətin şorbası da ətdə çox ləzzətli olur. Daha sonra isə yarım çay qaşığı turşu əlavə edirəm. Mən alça turşusu tökdüm. Ətin rəngi daha da gözəl olsun deyə biraz da üzərinə zəfəran əlavə edirəm. Qazanın qapağını örtüb beləcə 4-5 dəqiqə qaynadıram. Ayrıca bir qazanda su qoyuram. Su qaynağa düşəndən sonra düyünü suyun içərisinə əlavə edirəm. Zövqə görə qazana duz əlavə edilir. Düyü bişənə qədər isə qazmaqlığı hazırlayıram. Bir ədəd yumurtanın üzərinə bir dolu yemək qaşığı qatıq, biraz hil və zəfəran əlavə edib qarışdırıram. Düyü bişəndən sonra qazmaqlığı götürürəm. Daha sonra isə düyünün içərisinə doğradığım şüyüdü əlavə edirəm. Çox qaynatmıram, şüyüdü töküb qarışdıran kimi tez süzürəm. Qazmaqlıq üçün götürdüyüm düyünü hazırladığım qatıqlı qarışımın üzərinə töküb qarışdırıram. Tavanın içərisinə yağ tökürəm. Yağ yaxşı qızdıqdan sonra qazmaqlığı tavanın içərisinə əlavə edib hər tərəfinə gələcək şəkildə yayıram. Tava çox böyük olduğu üçün mən tavada dəmə qoydum plovu. Siz qazanda da dəmə qoya bilərsiniz. Daha sonra isə düyünü qazmağın üzərindən tökürəm.
Biraz düyü tökəndən sonra üzərinə zəfəran, eləcə də hil əlavə edirəm. Daha sonra isə düyünün qalan hissəsini də tökürəm. Sonda yenə plovun üzərinə zəfəran tökürəm və qapağını örtüb ocağın üzərinə dəmə qoyuram. Plovumuz dəm almağa başlayanda dəm yağı tökürəm və qazmağı tamamilə qızarana qədər vam odda ocağın üzərində saxlayıram. Artıq mənim plovum bişib hazırdır. Plovu boşqaba tökürəm, üzərinə yenə də yağ əlavə edirəm. Bişirdiyim ətləri plovun üzərinə qoyuram. Sonda isə üzərinə qazmağı yerləşdirirəm. Ətin suyunu isə ayrıca bir qaba töküb plovun yanında süfrəyə təqdim edirəm. Əziz xanımlar, əgər siz də mənim reseptimi, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Sağ olun, görüşərik.